Görən arı ilə nəyi müalicə eləmək olmaz? Səmimiyyətimə inanın. Mən bilirəm ki, arı 100% öyrəniləndə dünyada xəstəlik və xərçəng problemi olmayacaq. Arıçılar dünyanın ən uzun ömürlü adamlarıdır. Arıçılar qrip olmurlar, heç bir virusa yoluxmurlar. Dünyanın uzun ömürlü adamları olduğu kimi xəstəliklərə də yoluxmurlar və ən xoşbəxt adamlarıdır, arıya xidmət edirlər. Hansı ki, adı Quranda gedir. Orada ayrıca bir ayə var. Təsəvvür edin, arının hər şeyi dərmandır, hər şeyi. Ölüsü də dərmandır. İmmuniteti qaldırır. Oyuna xəstəliyindən istifadə edirsən. Hətta içərisinə qurd düşür. Dünyadan pişikdir, almanı yemirsən ki, qurdlu almadır. Səhv edirsən, yəni təbii almadır. Qurdu varsa onu ye. Ancaq içinin qurdunu yemirsən ən azı. Burada arı yeşinə qurd düşübsə, o qurdun yaratdığı şərait, o da bir məlhəmdir. Yəni, elə bir şey yoxdur ki, ondan məlhəm olmasın. Cəmi 45% keçməyib arının öyrənilməsi. Mən inanıram ki, arı kosmosa düşürlər, arını öyrənəmirlər. Öyrənmək üçün arının o yeşiyinin açıq, şəffaf şüşə düzəldiblər. Arının sırrını öyrənsin. Arı onu o propolisindən, vərəmmundan, rəhliyib qutarana qədər heç bir hərəkətini göstərmir ki, insanlar görə.